Davam edirik. Birincisi, biz Krımı götürmək istəmirik. Bu tamamilə cəfəngiyatdır. Əgər kimdənsə nəsə almağa başlasaq, o zaman bizdən mütləq nəsə alınacaq. Yəni, keçmiş Sovet İttifaqının ərazilərində belə bir bölgəyə başlasaq, bundan heç vaxt qurtula bilməyəcəyik. Bunu prezident seçilməmişdən öncə 1999-cu ildə jurnalistlərə müsahibəsində Vladimir Putin deyib. Maraqlıdır. Həmin vaxt sadəcə Rusiyaya fokuslanacağını deyə Putinin nə oldu ki, fikirləri dəyişdi və sırayla Krımı, sonra isə bütün Ukrayna torpaqlarını işğal eləməyə başladı. Putinin Rusiya Federasiyasını əvvəlki gücünə qaytarma üsulları nələr idi? Ukrayna, Krım, Şərqi Avropa niyə Putin üçün bu qədər dəyərlidir? Əməkdaşımız Cavid İmaməliyevin araşdırmasını təqdim edirik. Нам не нравится, что Украина хочет вступить в НАТО, мы хотим забрать Крым, или просто мы не можем договориться по деньгам, газ, сахар. В чем главная проблема наша с Украиной, Владимир Владимирович? Во-первых, мы не хотим забрать Крым. Это абсолютная глупость. Спасибо. Если мы начнем что-нибудь забирать у кого-нибудь, то обязательно у нас чего-нибудь сами отнимут, или мы что-нибудь потеряем. Во всяком случае, мы начнем такой передел на пространствах бывшего Советского Союза, от которого не сможем оправиться никогда. Нас поддерживают очень. Да, я Украина. слышу. У нас на территории Российской Федерации только 400 спорных территорий. 400. Я хочу, чтобы все об этом знали. 1999-cu ildə hələ prezident seçilməmişdən öncə Vladimir Putinin Ukrayna ilə bağlı bu fikirləri həmin dövrdəki vəziyyət nəzərə alındıqda başa düşüləndi. SSR-nin dağılmasından sonra hakimiyyətə gələn ilk prezident Boris Yeltsinin dövründə 1991-1999-cu illərdə Rusiya Federasiyası iqtisadi, hərbi, geosiyasi və demək olar ki, bütün sahələrdə çöküş yaşayırdı. Əhalinin qərbin kuklası adlandırdığı Yeltsin dövləti mafiya, biznesmen və digər böyük güclərin arasında bölüşdürərək Rusiyanın fövqəli dövlət statusunu məhv etmişdi. Odur ki, Yeltsinin istifasından sonra hakimiyyətə gələn Vladimir Putin işğalcı siyasət yürütməyəcəyini deməyə məcbur idi. Buna baxmayaraq gücü ələ alan Kreml rəhbəri ilk olaraq mafiya və biznesmenlərin qorxulu yuxusuna çevrildi. Rusiyanın 2000-2008-ci illər arasında iqtisadi inkişafını təmin etdi. Почему здесь-то забегали все как тараканы перед самым моим приездом? Если собственники договориться между собой не смогут в том или в другом виде, то это будет сделано без вас. Rusiya Federasiyası torpaqlarının idarəsini 7 əsas bölgəyə ayıraraq idarə etməyə öz adamlarını gətirməsi, Çeçenistanda baş verən üsyan və xaosu KGB-nin keçmişinin verdiyi qərarlılıq və təcrübə ilə məhv edən Putinin sonrakı addımları bəlli idi. Rusiyanın yenidən fövqəli dövlət olması, Qərbin NATO ilə birgə Rusiyaya nüfuz etməsinin qarşısının alınması. Bunun üçün Fransada Marine Le Pen də daxil olmaqla Avropa İttifaqı dövlətlərindəki siyasi və elitar təbəqəyə müdaxilə edərək qoca qitə daxilində müəyyən çaxnaşmalar yaratdı. Daha sonra Qara dəniz hövzəsini qərbdən alıb Rusiyanın daxili dənizinə çevirmək üçün 2008-ci ildə Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı, 2014-cü ildə Ukraynadan Krım və Sevastopol limanını aldı. Bununla da həm dünyaya güc nümayiş etdirdi, həm də Qara dənizdə bütün üstünlük Rusiyanın əlinə keçdi. Məhz Rusiyanın qərb qarşısında strateji məğlubiyyətinin qarşısını almaq və fövqəli dövlət statusu əldə etməkdən ibarətdir. Məhz Krımı da işğal edilməsi, Qara dəniz periferiyasında NATO'nun bu regionda Qara dəniz periferiyasında güclənməsinin qarşısı almaq və Qara dənizi Rusiyanın daxili dənizinə çevirməkdən ibarətdir. Bütün bu hadisələrdən sonra Kreml rəhbəri əsas məqsədini dəyişərək itirilmiş SSR torpaqlarının geri qaytarılması siyasəti yürütdü. Məsələnin maraqlı tərəfi isə hələ hakimiyyətə gəlməzdən öncə Sovet İttifaqının dağılmasının Putini həddindən artıq narahat etməsidir. Çünki Putinin gözündə Rusiya 5 milyon kvadrat kilometr torpaq itirmişdi. Какое событие в вашей жизни оказало на вас наибольшее влияние? Все-таки, наверное, развал Советского Союза. Bəli, təsadüfi deyildi ki, 2000-ci illərin əvvəllərində keçmiş Sovet marşını yenidən dövlət himn etdi. Ukrayna və Gürcüstan kimi ölkələri Moskvaya qarşı çıxdıqları anda cəzalandırdı. Məhz 2018-ci ildən sonra nəhəng ölkənin lideri rəsmi şəkildə Kiyevdən Şərqi Avropadakı torpaqları tələb etməyə başladı.
Minsk razılaşmalarında nəzərdə tutulduğu kimi atəşkəsə nail olunması prosesini Ukraynada siyasi islahatların həyata keçirilməsi ilə sinkronlaşdırmaq lazımdır. İlk növbədə söhbət ölkə konstitusiyasına Donbasın xüsusi statusunu daimi əsaslarla təsbit edən dəyişikliklərin edilməsindən gedir. Rusiyanın ən zəif zamanlarında hakimiyyətə gələrək Ukrayna, Krım və bir çox münaqişədə maraqlı olmadığını bildirən Vladimir Putin Moskvanın əvvəlki gücünü bərpa edərək bəzi keçmiş SSR ərazilərini, xüsusilə strateji əhəmiyyəti baxımından Ukraynanı yenidən öz torpaqlarına əlavə etməyə çalışır. Görünən odur ki, siyasətdə daimi yanaşma yoxdur, yalnız daimi maraqlar var. 1999-cu ildə qorxulu görünən senari bugün kifayət qədər əlçatan olub. Faktiki olaraq 30-dan çox ölkə ilə siyasi və iqtisadi savaşda olan Putin zəfərin bir addımlığında görünür.